deyil. Süjetin nağıllayıb gedəsən, zahirən süjet var. Yəni, məsələn, erməni işğalı, 20 yanvar, hakimiyyətə qəsd olunması falan. Amma bunlar impulsiv deməkdir, süjetlərdir. Yəni, elədir ki, bunlar öz-özlüyündə hər biri xüsusi bir amplitudası, belə bir dövrü olan bir şeydir. Amma üçü də birləşir və burada bir sistem var. Niyə? Çünki görünür, yenə də nəzərdə tutulub ki, bu musiqi akordları ilə getməli. Böyük mənada, o xırda akordlardan söhbət getmir. İri, demək, o dövrlərlə getməlidir ki, bu çatdırılsın insana. Bu insana təsir edəsin. Bu insanın, belə deyə, ruhuna işləsin. Poeziyanın, musiqi poeziyanın bir tərəfidir. Yəni, şeir yazan adam, İstər-istəməz onun içərisində bir musiqi fırlanır. O musiqinin koduna düşməsə, onu yaza bilməz, özdə xüsusilə poemadan söhbət verirsə, burada gərək o musiqinin həm də elementləri olsun. İki cür xalçalarda bir var ki, sıxlığı çox olur, bir kvadrat santimetrdən neçə dənə ilmə vurulur, eləsi də var, neçə dənə ilmə vurulur. Onların fərqi var. Bu, şeir mətnində də o musiqi bir interpretasiyasına düşəcəksə, o istər-istəməz o çəkir, o dəyər yarada bilir. Fərdə xanım ideya baxımından da, yenə deyil, vətənpərvərlik baxımından da həvəssiz bir alındı və bu sahədə o, belə deyil, bax, burada bir kitabı da var, Şuşa Fatihi Yunus Yazımovla bağlı, həm Nurman Həsən Qazax icra hakimiyyəti də mükafatlandırır Fərdə xanımı. Bunlar hamısı çox ciddi işlərdir və elə bilirəm ki, bizim ədəbiyyatımıza gələn yeni bir intonasiyadır, yeni bir meyildir. Biz ədəbiyyatşünaslar həmişə çox tez-tez müzakirələrdə deyirik ki, görəsən bizim xalqımızın qələbəsini, bizim ədəbiyyatımız dərk edeyim. Bu, zahirən belə asan görünür, əlbəttə dərk edeyim. Yəni, şeirlər yazılır, belə falan. Amma bu şeirlərdən, bu ideyalardan, bu fikirlərdən hansı qalacaq və bizim ədəbiyyatımızda bu zəfərimizi, bizim tarixi şəxsiyyətlərimizi, bunların hansı cizgilərini tapacaq ki, deyək ki, məsələn, yüzlərlə, minlərlə olmaz hər halda yüzdə, bəlkə də minlərlə də var köhnə vaxtlarda nəzər alsın. Bu şəhidlərin hər biri haqqında poemalar yazılır. Bunlar əslində hələ cavan uşaqlardır, bunlar şəxsiyyətcə yetişməmiş insanlar. Bunları tərənnüm eləmək, hələlik özlərini yox, onları gördükləri işin tərənnüm eləmək. Yəni, nəticə itibarilə o işin obrazını, o qəhrəmanlığın obrazını biz yarada bilirik. Yəni, onu ancaq o cavan 17, 18, 20, 30 yaşlarında gənclərə aid eləməklə o onların şəxsiyyətində ifadə olunacaq. Bax, bunlar ədəbiyyatın tətbiq edəcəyi şeylər. Bunlar barədə nə tarix bir söz deyə biləcək, nə hətta sosiologiyada bir şey deyə bilməyəcək. Amma ədəbiyyat onları təbii ki, onu izah edəcək. Ulu Öndərə gələndə ki, bugün, sabah o bir gün onun bu günlərdə onu qüvvəyə keçirdi. Yəni, əslində 3-cü il dönümüdür. O zaman ümumilli lider təklif eləmişdi Nizami Gəncəvinin 840 ilini, 835 ilini keçirdi. Onda demişdilər ki, bax, elə yubiley olmur. O demişdi ki, Nizami Gəncəvi kimi adamları hər il yubiley etmək lazım. Ki, o xalq daha yaxşı tanısın. İndi bu eyni ilə o sözün müəllifinin özünə də aiddir. Çünki Heydər Əliyev bizim həyatımızda, ictimai fikrimizdə, Azərbaycanın müstəqilliyində həmişə iştirak edir. Yəni, bugün Azərbaycanda nə işlər görülürsə, orada Heydər Əliyevin izi var. Azərbaycanın elə az-çox görkəmli ziyalısı yoxdur ki, onun tərcümeyi halında Heydər Əliyevin olunması. Hamının, yəni mən yaşlı nəsildən mən söhbət edirəm, hamının tərcümeyi halında Heydər Əliyev birbaşa olub.
Mən İllər Əliyevi əlbəttə görüşmüşəm bir neçə dəfə. Və hiss eləmişəm ki, insan nə qədər səmimi olur. İnsan nə qədər adamla belə rahat danışa bilər. Bizim böyük şairimiz Rəhman Həsənzadənin bir sözü var. Deyir, İllər Əliyevə dedim ki, adam sizinlə danışanda özü hörmətli hesab edir, özü yüksəlir sizlə danışanda. Özü öz gözündə yüksəlir. Çünki adam elə qiymət verirsiniz ki, adam deyir, ona layiq olur. Doğrudan da elədir. Kimi danlamasına onu böyütmək olar ki. Danladıqca aşağı salacaqsan, o özü öz gözündə düşəcək. Ona görə də İllər Əliyev daim o cəhətlərə fikir verirdi. İndi Fərdə xanımın bu kitabı bizə şeyləri dedirtdirir. O zaman demək, Naxçıvanda Babək adına rayon yaradılan vaxtı, Sovet dövründə hələ bizim tarixçiləri yığılır və soruşur ki, Babək haqqında nə bilirsiniz? Yəni, Babəkin adına biz bir rayon versək, buna necə baxarlar? Ziya Bünyadov da Atabəylər dövrünün sonraki ondan əvvəlki ərəblərlə ərəb hücumlarının ən nəhəng tədqiqatçısıydı. Amma biraz hövsələsiz adam idi, bilirsiniz ki. Deyir ki, mənə elə gəlir ki, el adamın adına ehtiyac. Dünyada deyir, elə bir xalq yoxdur ki, deyir, o deyir, elə işlər görübdür. Dünyada hansı xalqa deyirsən, bu Babəki götür özünə deyir, istəmir. Heç kim yer durur. Belə dəyərli edərək olduğu gözəl bir söz var. Biz yiyə durarıq, onlar bizimki. Sən necə başa düşürsən, Babəklər imtihatını eləyəcək. Çünki o vaxt onu müdafiə etmək çox çətin idi. Onun tərcümeyi halında da bir sıra müdafiə məsələlər var. Amma İllər Əliyev. İllər Əliyev. İndi bayaq İlham mənim qulağıma üçün deyir ki, Fərdə xanımın burada bir yaxşı ifadəsi var. O göylərdən gəlib, hə? Ailə gəlib. Adı adam deyil, göydən gəlib. O adı adam deyil, göylərdən gəlib, onu dedi, deyərsən. Dedim, yaxşı, onu hələ bir-iki dənə belə sözlər deyim, ağır sözlər. Axırda onunla qutaraq. Onu çox yaxşı deyil. Amma adı da çox yaxşıdır, onu zaman seçib. Bunun yəqin elə əvvəldən... Çöldə Hacıyevin simfoniyasının adıdır. O simfoniyanın adıdır. O sənin xidmətində öyle. Yox, mən onun ssenarisi əsasında yazmışam. Hə, o poemaya qulaq asıb yazmışam. Özləri təklif ediblər. Hə, bu da ayrı bir, o da var, o üsul da var. Hə, şimdi mən, əvvəl musiqi olur və sonra ona sözlər yazılır. Bəli, Heydər Əliyevə həsr olunmuş 8-ci simfoniyanın mətnidir bu. Onu demək, özdə 94-cü ildə yazmışsan da bunu, hə? Bir dəfə də çap olunub, ikinci dəfə də Qazax Xeyriyyə Cəmiyyəti. Yəni hər dəfə üzərində iş gedibdir onun, yoxsa şeycə varsa... Simfoniya neçənci ildə yazılmış? Necə? Simfoniyanın özü neçənci ildə yazılmış? Simfoniya ilə Cövdət Hacıyev sağlığında yazıldı, ili dəqiq yadımda deyil. Hə, yəni burada tarix 94-dür. 94 kitab çap olunan vaxtı. Bir dəfə çap. O biraz əvvəl yazıldı bunda da. Bəli. Biraz əvvəl. Onu Heydər Əliyevə yazdık da 8-ci simfoniyanı. Ondan sonra da Məlikov idi, neydi o yazdı, bir dəfə də 8-ci simfoniyanı. Mən ayrı bir məsələ... Ayrı Məlikov, bəli. Ayrı Məlikov da yazdı. Mən ayrı bir məsələni deyirəm ki, çünki burada elə hadisələr var ki, onlar simfoniyadan çox sonraki hadisələrdir. Bəli, birləşdirmişəm də onları. Hə, demək O ondan... 4 hissədən, simfoniya 4 hissədən ibarətdir, bu da poema da 4 hissədən ibarətdir. O rəhmətli özü gördü bu Cövdət Özü Hacıyevi. görüb, bəli, özü təklif edib onu yazmağa. Hə, onda 90-cı illərin əvvəllərində o yazılmış olar. Həm də ingilis dilinə tərcümə olunub O Nizami da müəllim. var, o da var. Yəni çox dəyərli bir işdir. Çox O dəyərli. ingilis dilinin tərcümə olanı da Nizami müəllim, o Cövdət Hacıyevin oğlu İsmail Hacıyev. O Kanadada yaşayır. İsmail Hacıyev onun oğludur, hə? Bəli. Bu Cövdət Hacıyevin xanımı Dilbazi. Bəli, Əminə Dilbazidir. Əminə xanım. Bəli. Orada apardı kitabdan 50 ədəd Kanadaya. Sən bu istedadlıdan var yoxsan bir yerə, Sizə başlamaqla, nəhəng bir iş yaratmışsan, mən ürəkdən təbrik edirəm. Amma yenə də deyirəm ki, bu işdən əvvəl də neçə illərdir mən
Fərdə xanımı tanıyıram. Ramiz müəllim də vaxt təşkil elədi, yadınızdadır. Yaxın xəttinlə göstərildi orada. Sonra Ordular Yurdu Universitetində göstərildi. Çox yerdə göstərildi. Fərdə xanım şəxsiyyətcə də çox ləyaqətli bir adamdır. Heydər Əliyev haqqında da gərək belə şəxsiyyətlər yazsın. O da nəzərə alınmalıdır. O da nəzərə alınmalıdır. Axırda bu Heydər Əliyevlə bağlı biraz belə maraqlı bir şey də deyim, ondan söhbətini tutarım. Demək, bilirsiniz də bu öndər ona, onun fəaliyyətinə, onun gördüyü işlərə kömək edən, yəni ümumiyyətlə Azərbaycana kömək edən, Azərbaycanın müstəqiliyinə kömək edən bir nəfər də olmuyor. Onu diqqətlə kənar qoyur. O cümlədən də bir dəfə Fatma xanımı çağırıb, deyir Fatma xanım, bu Rəfiq Zəka çox qabiliyyətli bir adamdır, onun da vətən qarşısında xidmətləri var. Sən onu çağır, Azərbaycanda ona müvafiq nə qədər vəzifə varsa, bir dənə siyasını tut, qoy onun qarşısına. Hansını istəyir götürsün. Deyir, mən də özüm baxdım siyahıya, dedim ki, o zaman deyir Filarmoniyanın direktor vəzifəsi boşdur. Dedim ki, Rəfiq müəllim, bu sənə ən münasibdir. Sən burada vətənə də xidmət edə bilərsən, incəsənətə də, yaradıcılığa da. Deyir, mənə dedi ki, mənə vəzifə lazımdır. Mənə vəzifə lazımdır. Məni Ulu Öndər qəbul edesin. Deyir, mən də gəldim dedim. Dedi, yaxşı, gəlsin. Bir yerdə deyir, getdik yanına. Dedi ki, cənab prezident, mənə heç bir vəzifə falan lazım deyil. Mən yaradıcılıqla məşğul olacağım. Amma xahiş edirəm ki, sizin əliniz mənim kürəyimdə olsun. Heydər Əliyev nəhəng adamdır və bu sözlərin altında çoxlu mənalar ola bilər. Ona görə ehtiyatlı adam deyir ki, deyir, yaxşı, Rəfiq, mənim əlim sənin kürəyimdə. Get, nə edirsən? Ondan sonra deyir ki, Fatma xanım, ciddi nəzarət edin. Ustanın bir misalı var, Daveriya Praneri. Deyir ki, indi hamımız bilirik ki, Rəfiq Zəka elə böyük bir ziyanlı iş görəsi deyil. Onun bir balaca belə müəyyən işlər görməyi var idi. Deyir ki, poemalar yazıb, balaca poemalar, Heydər Əliyev haqqında, Öndər haqqında filan. Nəysə bu icra başçılarına müəyyən müqabilində hədiyyə verir. Təbiidir ki, bu məlumatlar da gəlir, çatır. Heydər Əliyevə deyiblər ki, bəs bu işlə məşğul olur. Deyib ki, bir il gözləyin. Bir il gözləyin. Bir ildən sonra bu da müəyyən imkanlar əldə edəndən sonra deyir, Fatma xanım deyir, məni çağırdı, dedi ki, gedib Rəfiqə deyərsən ki, əlini onun kürəyindən götürdür. Bundan sonra nə iş görsə, onun üçün məsuliyyət daşıyır. Yəni, bu həddə qədər Ulu Öndərin belə insanlara, yaradıcı adamlara, Rəfiq Zəka da çox böyük. Zarafatı da var. O zarafatları da edə bilirdi. Rəfiq Zəka da Türk dünyasından bağlı, Türkçülüklə bağlı bizim ən gözəl poeziyamızı yaradanlardan biri. Fərdə xanım, sizi təbrik edirəm. Allah işlərinizi uğur eləsin. Sizin böyük, yaradıcı gücü olan bir xanımsınız və ruhunuz, istedadınız, hamısı çox sağlam. O həmişə belə qalsın.